Və təzə bitmişdi. Dedilər ki, bir Sumqayıtda 12 yaşında bir oğlan var. O salfet satır. Onu çəkin kömək eləyin. Mən getdim gördüm ki, maşının yük yeri var. Vaqona oxşuyur. Orada ailə qalır. Ana, bacı, qardaş. Və dedilər ki, uzun müddət bu uşaq gedib salfet satıb, ailəni dolandırıb. Sonra bir oğlan bu uşağı yolda görüb və deyib ki, sən bir də salfet satma, mən hər dəfə sizin evə bazarlıq da eləyəcəm, maddi yardım da göstərəcəm və elə də eləyib. Həmən oğlan bu evə başlayıb bazarlıq eləməyə, maddi yardım göstərməyə və bir müddətdən sonra oğlan gəlməyib. Bu qapı döyülməyib, oğlan gəlməyib. 12 yaşında uşaq təzədən gedib küçədə salfet satmağa. Bir günləri ana danışır ki, bu salfet satan uşağın anası danışır ki, bir günləri qapı döyüldü. Qapını açdıq, gördük ki, bir xanım dayanıb qapıda, əlində aş qazanı, deyir ki, sizə yardım eləyən oğlan mənim oğlum idi, şəhid oldu. Həmən oğlan, təsəvvür eləyim, 44 günü müharibəyə gedənə qədər ailəyə yardım eləyib. Şəhid Şəhriyar Quliyev. Yəni, indi də o hekayəni düşünəndə, indi də o hekayə haqqında fikirləşəndə çox pis oluram, təsir eləyir və o ailəyə çox böyük yardımlar gəldi. Bəlkə indiyənə kimi ən böyük yardımlar o ailəyə getmişdi. Hətta bir nəfər elə həmən yerdə də adını çəkilməyini istəməyən bir nəfər o ailəyə böyük bir ev tikdirdi, böyük bir yardımlar gəldi ailəyə. Mən ruhlara inanıram, düşünürəm ki, Şəhriyar Quliyev elə o ana qədər də onun ruhu kömək olub o ailəyə. Allah şəhidlərimizin məkanını nurla doldursun, qazilərimizə can sağlığı versin.